Hər vaxtınız xeyir, dəyərli Dost TV izləyiciləri. Xidmətinizdə verilişi yenidən efirdədir. Həssas ailə qruplarına olan şəxslərə göstərilən sosial xidmətlər sırasına əlbəttə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən xidmətlər də daxildir. Bu xidmətlər ümumiyyətlə səyyar, stasionar və yarım stasionar formada həyata keçirilir. Bugün də Sosial Xidmətlər Agentliyinin bir saylı uşaq evi sosial xidmət müəssisəsində az yaşlılara, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən xidmətlərdən danışacağıq. Verilişimiz çox maraqlı olacaq. İzləmədə qalın. Hər vaxtınız xeyir. Salam, xoş gəldiniz. Çox sağ olun. Buyurun. İşləriniz avamda olsun. Çox sağ olun, çox təşəkkür edirik. Uşaq evinin həyətinə daxil olanda bizi güllü, çiçəkli, mənzərəli və səliqəli bir mühit qarşılayır. Ümumiyyətlə, müəssisənin özündə necədir vəziyyət? Nə vaxtdan fəaliyyət göstərirsiniz? Nə qədər uşaq var? Artıq bizim bir saylı uşaq evi sosial xidmət müəssisəsi, yəni 1950-ci illərdən sonra uşaq evi kimi fəaliyyət göstərir və ta bu günə qədər. Məktəbli uşaqlarımızda bizim yaxınlığımızda burada 220 nömrəli məktəb lisey var. Həmən məktəb liseyin şagirdləridir. Çox gözəl də yəni məktəbdir, böyük bazası olan. Biz yəni çox xoşbəxtdir ki, bizim uşaqlarımız həmən məktəb liseydə təhsil alırlar. Bəli. Yəni uşaqlarımızla bərabər, ailədən olan uşaqlarla bərabər. Nərmin xanım, bilirik ki, müəssisədə ümumiyyətlə xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlara xidmət göstərilir. Bu xidmətlər nədən ibarətdir? Bəxtləri bax vurğuladım ki, hal-hazırda bizim məktəbli uşaqlarımız da var. Biz ilk olaraq uşaqları uşaq evinə qəbul etdikdən sonra birinci növbədə onların sağlamlıqlarının qorunmasıdır. Yəni, onların sağlamlıqları yoxlanılır. Bu üzərindən məsələn iş aparılır bizim həkimlər tərəfindən. Sonra ikinci artıq bizim yəni qarşımızda qoyulan məqsəd uşaqların təhsilə yönəldilməsidir. Bugün hal-hazırda 60 nəfər uşaq məktəblidir. Yəni birinci sinifdən 11-ci sinif daxil olmaqla şagirdlərimiz var. Hal-hazırda indi bildiyimiz kimi artıq imtahanlara hazırlıq gedir, imtahanlar verilir. 11-ci sinif buraxılış sinifidir. 3 nəfər 11-ci sinif şagirdidir. Biz fikirləşirik ki, yəqin ki, yəni yüksək bir nəticələr əldə eləyəcək. Uşaqlarımız hər hansısa bir institutun yəni tələbəsi olacaq. Hal-hazırda bir tələbəmiz var, Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsidir, rəssamlıq üzrə. Bax, elə bu gördüyünüz məsələn şəkillər həmən uşağımızın Aylanın əl işləridir. Çox gözəl də məsələn nəticələri var, nailiyyətləri var. Elə bu üzdən də bax biz uşaqların məsələn asudə vaxtlarının təşkil olunması üçün çoxlu sayda burada dərnəklər təşkil eləmişik. Həmən dərnəklərdən elə biri təsviri incəsənət studiyasıdır. Orada həm rəssamlıq var, həm məsələn dekorativ işlərimiz var. Sonra naxışdır, toxumadır, xalçaçılıqdır. Bax bunlar hamısı həmən təsviri incəsənət studiyasında cəmləşdirilib. Milli rəqslərimizin öyrənilməsidir, sonra müasir rəqslərin öyrənilməsi üzərindən. Ümumiyyətlə belə götürsək, uşaqların maraq dairəsinə görə, yəni hər bir uşağı nəzərə alaraq, onun nəyə məsələn marağı varsa, o üzərindən də biz iş aparırıq. Bu marağı siz necə müəyyənləşdirirsiniz? Yəni uşaq müəssisəyə daxil olanda onun qiymətləndirilməsi aparılır? Bəli, həm qiymətləndirilməsi aparılır, həm də biz bilirik ki, belə bir yaşayış yerlərində mütləq dərəcədə çoxlu sayda o uşaqların hansısa bir tədbirlərə cəlb olunmasıdır. Bax, o tədbirlərin üzərindən məsələn, artıq biz bilirik ki, o uşaq orada, məsələn, şeir deyən uşaqlarımız var, rəqs eləyən uşaqlarımız var. Yəni, hansısa bir sahəyə, məsələn, marağı var. O, oradan üzər. Yəni, o marağı kəşf edib, üzə çıxartmaq sizin işiniz. Ondan sonra biz artıq onu yönəldirik dərnəklərimizə və çox da şeylər, məsələn, əldə edirik. Hal-hazırda mən deyə bilərəm ki, bugün bizim məzunlarımızdan çoxlu sayda, məsələn, universitetləri, institutları bitirən uşaqlarımız var. Çox yaxşı da, məsələn, yerlərdə işləyən, çalışan uşaqlardır.
Elə təkcə belə götürsək, 11 nəfərim İncəsənət Mədəniyyət Universitetinin məsələn bitiriblər. Xarici məzunları. Bəli, bu uşaq evinin məzunlarıdır. Xarici Dillər Universitetini bitirən uşağımız var. Adam Universitetini bitirib və oranın da magistraturasını bitirən uşağın bax bu günləri İqtisadiyyat Nazirliyində çalışır. Mən fikirləşirəm ki, bu bizim fəxrimizdir. Bəli, bir uşaq evinin məzunu, bəli, belə bir yüksək yerdə yəni çalışırsa, bu bir növ elə bil ki, uşaq evinə çalışan kollektivin əməyidir. İdman Universiteti Akademiyasını bitirən uşaqlarım var, hal-hazırda da əskəri xidmətlərini yetirirlər. Bugün məsələn, mən fəxrlə deyə bilərdim ki, elə təkcə bu ilin üzərindən 5 nəfər, məsələn, biz əskəri xidmətinə uşağımızı yolda salmışıq. Bəli. Fikirləşirəm ki, hər halda bu böyük bir nəticələrdir. Çünki biz uşaqları bildiyimiz kimi 3 yaşından qəbul edirik və davamlı olaraq onların 18 yaşına çatana qədər bu uşaq evində onlar yaşayıb tərbiyə alırlar. Və çalışırıq da ki, uşaqlar cəmiyyətə yararlı bir evlad kimi, yararlı bir insan kimi, gözəl bir vətəndaş kimi yəni böyüsünlər. Bəli. Milliliyimizdən irəli gələrək, yəni xalça bizim üçün ən önəmli bir sənət yəni yeridir. Ona görə də biz uşaqlarımızı çalışırıq ki, bu sənədi daha dərindən məsələn həvəslə çalışmağından bilinir uşaqların ki, böyük həvəslər var. Nərmin xanım, elə bir məqamı da xatırladım. Deməli, biz rəsm məsələlərindən danışdıq, xalçadan danışırıq və əlbəttə ki, uşaqların əl işləri hazırlanandan sonra onlar sadəcə bir otaqda yığılıb saxlanılmır da. Siz bunları təqdim edirsiniz, sərgilərdə göstərirsiniz, eləmi? Artıq bax, bu bizim əl işlərimiz, həm rəssamlarımızdır, həm toxucuların əl işləridir, xalçalarımızdır. Dəfələrlə həm ölkədən kənarda, yəni xarici ölkələrdə, Türkiyədə məsələn sərgilənib, Almaniyada sərgilənib, Rusiyanın Moskva şəhərində, yəni dəfələrlə orada bizim uşaqlarımızın nümayiş olunub. Həm rəssamlarımız özləri də canlı olaraq məsələn gediblər, iştirak ediblər həmən sərgidə. Çox gözəl. Bir də ki, bizim milli rəqslərimiz var. Həmən o milli rəqslərimiz hər il aprel ayında özümüz bilirik, hamımızın bildiyimiz kimi Türkiyənin bütün şəhərlərində 23 Nisan bir cocuq festivalı var. Həmən o festivallar artıq 2004-cü ildən ta bu günə qədər bizim uşaqlarımız, yəni uşaq evinin Azəri rəqs qrupu həmən o festivala qatlaşır. Biz o festivala gedəndə mütləq, məsələn, bax bu uşaqlarımızın da əl işləri gedir. Həmən o festivalda sərgilərimiz məsələn açılır. Məmnuniyyətlə də yəni insanlarımız hamısı baxır və tanış olurlar ki, həqiqətən də bu günləri məsələn uşaq evində yaşayıb tərbiyə alan uşaqların asudə vaxtları necə təşkil olunur? Onların yəni qayğısını, onların maraq dairələrini necə məsələn təşkil edirik, necə? Bu həm də təkcə asudə vaxtın təşkili ilə məhdudlaşmır. Mən düşünürəm ki, bu iki istiqamətdə dəstək vermiş oluruq. Həm uşaqların asudə vaxtını təşkil edirik, həm də ki, onların gələcək həyatda artıq bir sənət sahibi, peşə sahibi olmaqlarına dəstək göstəririk. Bax, bu dərnəklərdə həm oğlanlar, həm də qızlar yəni iştirak edirlər. Fərqi yoxdur. Yəni, o, onların artıq baxır istəklərinə, maraqlarına. Böyük də həvəs. Bu dərnəyində Sevil müəllimə yəni çox sevə-sevə bu uşaqlara bax, bu sənət növünü aşılayır. Mən Qafarova Sevil, bir sayılı uşaq evində uzun müddətli çalışıram. Uşaqlara xalça sənətinin sirlərini öyrədirəm. Onlar bu sənəti böyük həvəslə, sevinclə öyrənməyə çalışırlar. Bu onların tərbiyəsində rol oynayır, rəng duyumlarında rol oynayır. Onların öz istəklərini nəzərə alaraq mən çalışıram ki, onlar bu sənətə yiyələnsinlər. Uşaqların özlərinin həvəsi olur ki, mənə də öyrət, mən də istəyirəm burada məşğul olmaq. Burada qızlar da, oğlanlar da məşğul olur. Əgər bu uşağın böyük həvəsi, böyük qabiliyyəti varsa, o saat öyrənir. Mən ona bir-iki məşğələyə artıq bunu öyrədə bilirəm. Davam eləyərək
bir müddət deyil, davamlı sürətdə gəlib məşğul olurlar. Özü sevə-sevə məşğul olurlar. Çalışacağıq ki, bu sənəti yaşadaq uşaqlarla, onların gələcəyində bir rol oynasın. Həm də gələcək nəsillərə. Bəli, gələcək nəsillərə ötürək bu sənəti, bizim tarixi sənətimizdir. Artıq bu illər ərzində nə qədər yetirməniz olub təxminən? Çox, demək olar ki, bütün uşaqlar burada məşğul olurlar, sonra gedirlər, yeniləri gəlir. Biz təkrar-təkrar onlara öyrədirik. Gedən uşaqlar xalça sənətində çalışanlar da var. Salam. Sağ ol. Adın nədir? Mən Qənidə Zeynalova, bir saylı uşağı sosial xidmət müəssisəsində yaşayıram. Qənidə necəsən? Yaşayıram. Yaxşısan. Nə edirsən indi? Xalça toxuyuram. Nə xalçası? Belə güldür. Aha. Güldanın içində gül. Mən heç vaxt xalça toxumamışam. Xalça. Bəlkə mənə izah eləyəsən? Bəli. Bəlkə mən də öyrənə bilirəm. Neçə vaxt məşğulsan xalça ilə? 3 ildir. 3 ildir. Deməli sən xeyli şey öyrənmisən. Bəli. Onda mənə də izah elə. Nə etməliyəm birinci? Birinci elə mən bu sapla başlayacağam. Bəlkə mən eləyim, sən izah eləyəsən. Bəli. Ver mənə sapı onda. Buyurun. İlk öncə biz qabaqdan bunu götürürük. İlmən. Sonra bu sapı ilə bunun arasına keçirirək. Ondan sonra bunun arxasındakı ilməni bunun qabağına verəcəyik. Aşağı salacağıq. Sonra da bunu aşağı elib kəsəcəyik. İpi götürürəm. Bəli. Sonra ilməni seçirəm. Bəli, qabaqdan götürdük bir dənəsi. Bir dənəsini götürdük. Bir dənə də o birisindən, birisinin üstündən götürdük. Bu birisini Yenə götürək. Bunu götürürük. Aha. Onun arasından keçiririk. Buradan. Bəli. Sonra Sonra bu sapı əlimizdə tuturuq. Bunu buraxırıq. bunu buraxırıq. Bəli. Aha. Sonra Sonra bunun arxasındakı sapı, baxın bunu. Keçiririk bıçağa. bu sapdır. Hansıdır bu? Aha, keçirdik. Sonra bunu o yandan, arxa tərəfindən. Keçirdirik bunun qabağına. İndi belə bu formada. Yoxsa? Hə, bəli. Belə. Keçirdirik arasından sapın. İkisinin arasında. Bəli. Fırladım. Belə yoxsa yox. Sən izah elə. İndi baxın, arxa tərəfdən bunun Arxa içinə tərəf. salacağıq. Yox, bu bıçağı arxa tərəfdən bunun içinə salacağıq. Bunu belə aşağı veririk. Verdik. Vəsə. Salam. İndi sonra aşağı dartırıq elə. Bəli. Tamam, dartdıq aşağı. Bir də kəsməyimiz qalır. Bəli. Xalçanın hazırlanması üçün sənə nə qədər vaxt lazım olur məsələn? Neçə günə toxuyub qutara bilirsən, yoxsa neçə ay? Çox keçir. Çox keçir. Çünki paralel dərslərin də var da, yəni bütün gün Bəli. məşğul olmusan ona görə. Uğurlar sənə. Çox sağ sağ ol. ol. Düzdür, mənim üçün çətindir, amma əminəm ki, sən bunun öhdəsindən Bəli. peşəkarcasına gələcəksən. Gələcəkdə də uğurlu, böyük bir xalçaçı olacaqsan. Bu yaxınlarda izləyicilərimiz üçün də qeyd edeyim ki, müəssisənin belə deyək də sakinlərindən ibarət bir qrup hətta beynəlxalq bir müsabiqədə də iştirak ediblər, eləmi? Rəsm müsabiqəsində. Bəli. Onu deyə bilərdim ki, mən çox fəxrlə deyə bilərəm ki, 8 nəfərimiz sertifikat qazandı. Əlbəttə ki, bu nailiyyət. Yəni bu da böyük bir nailiyyətdir. Çox gözəl də bir nailiyyətdir. Uğurlar arzulayırıq sizə. Çox sağ olun. Bax bura bizim rəssamlıq dərnəyimizdir. Bu otaqda uşaqlarımız məşğul olurlar. Cəmilə müəllimə onlarla bizim metodist müəlliməmizdir. Məşğul olur. Bəxlə vurğuladım. Bax, Rəssamlıq Akademiyasında oxuyan uşağımız bax bu dərnəyin üzvü olub. 2 yaşından məsələn biz o uşağı qəbul eləmişik. İndi hal-hazırda Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsidir. Mən onu da vurğulamaq istəyirəm ki, ondan da qabaq Elbrus adında uşağımız bax həmən bu dərnəyin üzvü olan Rəssamlıq Akademiyasını artıq bitirib, indi də hal-hazırda da öz işi üzrə çalışır, işləyir. Yəni bax belə bir gözəl nəticələrimiz var. Bax bu bizim gözəl dərnəyimizin. Uşaqlar da çox yəni sevə-sevə yəni bu dərnəkdə bax məşğul olurlar. Düzdür uşaqlar?
Bura həm də belə deyək də yəqin müəllimələr də təsdiqləyər ki, sosial reabilitasiyanın belə mühüm komponentlərindən biridir. Rəsmlə məşğul olmaq həm uşaqların belə inkişafı baxımından da, həm də ki, öz fikirlərini ora köçürmək baxımından çox önəmlidir. Uğurlar arzulayırıq. Çox sağ olun, çox təşəkkür edirik. Bilirsiniz, əslində elə bir uşaq yoxdur ki, o rəsmi xoşlamasın, rəsmdən maraqlanmasın. Lap şəkil çəkə bilməyən uşaq belə əlini qaldırır ki, müəllimə, mən də gəlim də rəsmə. Hamısı, istər oğlan, istər qız. 3 yaşında uşaqlar birinci qrupda. Məni belə koridorda belə görəndə, müəllimə, rəsm çəkəcəyik, soruşurlar. Ona görə də yəni ki, mənim bu vaxta qədər tək uşaq evində yox, orta məktəbdə, bağçalarda işlədiyim müddətlərdə hansı uşaqla işləmişəmsə, hamısının həvəsi varsa, var. Yoxdursa, əgər o uşaqda içində var, bacarmırsa, mən onu çıxartmaq istəyirəm onun içindən ki, çıxartım o bacarığı və o uşaq başlasın qorxularını qırağa qoyub başlasın o rəsmdən məşğul olmağa. Əslində psixoloji olaraq elə də olmalıdır. Uşaq var qorxur, amma eləyə bilmir. Uşaq var çəkinir, amma üzə çıxara bilmir, dilə gətirə bilmir. Ona görə də biz o içində olanı çıxartmağa çalışırıq ki, o uşaq oyuna məşğul olmağa başlasın və özü sərbəst olaraq rəsmdən məşğul olsun. Ümumiyyətlə, bu prosesin sizcə uşaqların inkişafında nə kimi rolu var və siz artıq xeyli müddətlə məşğulsunuz uşaqlarımızdan, az yaşlılarla. Nailiyyətlərindən danışın, uşağın inkişafındakı rolundan danışın, rəsmin. Deməli, bizim bir çox sərgilərimiz olur il ərzində. Müsabiqələrimiz olur. Biz bir çox yerlərə gedirik. Axırıncı bizim çıxışımız UNESCO tərəfindən, Əsmər Narmanbayev xanım tərəfindən, Toğrul Narmanbayev tanıyırsınız da, onun qızı tərəfindən bizə təklif gəldi. Mən əslində onunla tanışam. Parijdə mənim sərgim oldu, orada bir də onu görəndə dedi ki, Cəmilə xanım, gəlin bu uşaqların rəsm sərgisini təşkil edək. Və aprel ayında Bahar adlı rəsm sərgisi Parijdə düzənləndi. Biz Parijə onların elektron şəkildə şəkillərini, işlərini göndərdik 8 uşağın. Və oradan biz sertifikatlar qazandıq. Keçən səfər bizdə burada siz gəlmişsiniz, çay günü sərgisi, onu da dəvət elədilər bizi. Biz təzədən rəsm göndərmişik ora. Təzədən bizim ayın 20-si sərgimiz olacaq və indi nə nailiyyətlərlə qayıdacağıq, inşallah onu da zaman göstərəcək. Cəmilə xanım, biz cəmiyyətə yararlı bir vətəndaş olmaqdan danışdıq, eləcə də idmandan danışdıq və bilirik ki, sizin artıq burada uşaqlar həm də futbol komandanız var və bu haqqında istəyirəm biraz məlumat verəsiniz izləyicilərimizə. Artıq neçə vaxtdır ki, futbol komandamız yaradılıb. Deyə bilərəm ki, uşaqlar çox həvəslə həmən futbola meyil göstərirlər, maraq göstərirlər. Biz də çalışırıq ki, o uşaqlar üçün o şəraiti yaradaq və bizim də həyətdə gördünüz ki, gözəl bir stadionumuz var. Bəli, uşaqlar həftədə 2 dəfə, belə məsələn götürsək, 3 dəfə məsələn o futbolla məşğul olurlar. Həm də maraqlı cəhət ondan ibarətdir ki, komanda həm qızlardan, həm də oğlanlardan ibarət. Bəli, qarışıq məsələn komandadır. Həm orada qızlarımız var, həm də oğlanlarımız var. Bundan başqa, məsələn, uşaqlarımızın həm üzgüçülüyə də marağı var. Bir uşağın fərdi olaraq, məsələn, üzgüçülüyə gedir. Amma 12 nəfər uşağın, yəni cəm halında hofuza gedirlər və üzgüçülüklə məşğul olurlar. Eyni zamanda güləşdə də səhv etmirəmsə nailiyyətləriniz var. Bəli, bəli. Həm gimnastika üzrə məsələn bizim nailiyyətlərimiz var, həm güləşdə nailiyyətlərimiz var. Cəmilə xanım, nailiyyətlərdən, uğurlardan söz düşəndə təbii ki, qəbul etmək lazımdır ki, bu nailiyyətlərin, bu uğurların arxasında görünməyən bir zəhmət var, böyük bir mütəxəssis əməyi var. Mütəxəssisləriniz ümumiyyətlə bu istiqamətdə ixtisaslaşmış mütəxəssislərdirmi və onların peşəkarlığının artırılması üçün hansı işlər görülür? Ümumiyyətlə, nə qədər əməkdaşına xidmət göstərirsiniz uşaqlara?
Bugün hal-hazırda Bir Sayılı Uşaq Evi Sosial Xidmət müəssisəsində uşaqların qayğısını çəkmək üçün bizim kollektivimiz həm psixoloqlardan, həm metodistlərdən, mentorlardan ibarətdir. Yəni mən fikirləşirəm ki, həmən mentorlarımız, metodistlərimiz, psixoloqlarımız, sonra dərnəkdə məsələn işləyən, çalışan əməkdaşlarımız hamısı ixtisaslaşmış, əməkdaşlarımızdır. Mən Azayeva Zeynəb, Bir Sayılı Uşaq Evi Sosial Xidmət müəssisəsinin metodisti vəzifəsində çalışıram. Hal-hazırda mənim qrupumda 25 uşaq təlim və tərbiyə alır. Onlardan 13-ü oğlan, 12-si isə qızdır. Uşaqlarımızla gün ərzində dərsləri ilə məşğul oluruq. Onları məktəbə aparıb gətiririk, məktəblə əlaqəni təmin edirik. Xüsusi istedadlı, qabiliyyətli uşaqlarımız dərnəklərin fəal üzvləridir. Asudə vaxtlarımızı səmərəli təşkil edirik, müxtəlif əl işləri düzəldirik, müxtəlif rəsm sərgiləri təşkil edirik, qrup daxili yarışlar keçiririk, məntiq yarışları, intellektual oyunlar. Bir Sayılı Uşaq Evi Sosial Xidmət müəssisəsinin 3-cü qrup metodisti Əzizə İbadova. Qrupumuzda 25 uşaq var, onlardan 13-ü oğlan, 12-si qızdır. Gün ərzində uşaqların təlim-tərbiyə işləri ilə, onların psixoloji durumları ilə, onların gigiyenik qaydaları ilə gün rejiminə əməl olunur. Onları məşğələlərdə iştirakına və dərslərin ev tapşırıqlarını yerinə yetirməsinə yaxından köməklik göstərirəm. Bir Sayılı Uşaq Evi Sosial Xidmət müəssisəsinin psixoloqu Nərgiz Dadaşova. Yəni hamı bilir ki, uşaq evində bir psixoloq vəzifəsi həqiqətən də çox həm mühüm bir sahədir olduğu üçün, həm də çox məsuliyyətli bir peşədir. Hər bir müəssisəyə daxil olarkən birinci həmin müəssisənin psixoloqunu axtarırlar ki, görək bu uşağın müəssisənin psixoloqu kimdir, bunlarla kim belə məşğul olur. Ona görə də biz hər dəfə uşaqların, həm yeni qəbul olan uşaqların, həm də uzun müddət müəssisədə yaşayıb tərbiyə alan uşaqların psixoloji inkişafını daim nəzərimizdə saxlayırıq. Onların həm emosional, həm davranış xüsusiyyətlərini diqqət mərkəzində saxlayırıq. Hər tərəfli onlara həm diqqət, həm qayğı ilə əhatə edirik. Hər bir uşağın özün xüsusi istəyi, arzusu, istedadını nəzərə alırıq. Həmin istiqamətdə onların böyüyüb inkişaf etməyinə dəstək veririk. Artıq neçə illərdir ki, bu müəssisədə çalışıram, psixoloq fəaliyyəti ilə məşğulam. Hər bir qəbul olunan uşaq üçün bilirsiniz ki, müəssisəyə qəbul olunan uşağın adaptasiya problemləri yaranır. Onlarla çox yaxından məşğul oluram. 1-ci sinifdən başlayaraq 11-ci sinifə qədər təhsil alan hər bir uşağın təhsil problemlərini yaxından qarşılayırıq, hər birinə psixoloji dəstək göstəririk. Onların həm psixoloji, həm fiziki inkişafının birbaşa yanında oluruq, kömək edirik bu məsələlərdə. Qədirova Səbinə Elxan qızı. Bir Sayılı Uşaq Evi Sosial Xidmət müəssisəsinin 2-ci qrup himayəsində 24 uşaqdan 23 uşaq hal-hazırda yaşayır, təlim-tərbiyə alır. Bunlardan 7-si qızdır, 16-sı oğlandır. Burada 5 yaşından 9 yaşına qədər uşaqlar təlim-tərbiyə alır. Bu otaqda ev tapşırıqlarını, məşğələlər, rəngləmələr, oyunlar, bu proseslə məşğuldurlar. Uşaqların yataq otağı ayrıdır, yemək otaqları ayrıdır.
Bax belə, dəyərli izləyicilər, Bir Saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən xidmətlərlə sizi tanış etdik. Qeyd edim ki, buradan xoş təəssüratlarla ayrılırıq. Xidmətinizdəki verilişinin növbəti səfəri hansı müəssisəyə olacaq, bunu Dost TV-ni izləyərək biləcəksiniz. Sağlıqla qalın.